2025-ci il ərzində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması istiqamətində mühüm addımlar atılıb. Mütəxəssislər tərəfindən iş yerlərində risklərin qiymətləndirilməsi aparılıb. Təhlükəsizlik standartlarının tətbiqi və sağlam əmək şəraitinin təşkili üçün metodiki dəstək göstərilib. Xidmətin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi də bu istiqamətdə fəaliyyətini davam etdirərək işə götürənlərlə normativ sənədlərin hazırlanması, iş yerlərinin attestasiyası və maarifləndirmə tədbirlərinin təşkili sahəsində dəstək olub. İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması, Əməyin Mühafizəsi Xidmətinin təşkili, ilk tibbi yardım və yanğın təhlükəsizliyi kimi mövzular üzrə təlimlər keçirilib. Bu təlim proqramları əsasən riskli sahələri, tikinti, nəqliyyat və emal sektorlarına, eləcə də istehsalatda bədbəxt hadisələrin daha çox baş verdiyi və ya ağır xəsarətlə nəticələndiyi müəssisələri əhatə edib. Həmçinin ixtisası mühəndis olmayan, lakin sətən vəzifəsində çalışan şəxslər də bu prosesə cəlb oluna bilib. İşğaldan azad olunmuş ərazilərdə də bu istiqamətdə geniş maarifləndirmə işləri aparılıb. Layiqli əməyin təmin olunması, eləcə də iş yerlərində baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə xidmət tərəfindən Azərbaycan Respublikasının Mina Təmizləmə Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Məşğulluğu Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birgə maarifləndirmə tədbirləri təşkil olunub. İş yerlərinin attestasiyası istiqamətində də ardıcıl fəaliyyət davam etdirilib və 20-dən çox müəssisədə təhlükəli və zərərli amillər qiymətləndirilib. Əməyin Mühafizəsi Mərkəzinin dəstəyi ilə regionlarda nümunəvi müəssisələrin yaradılması layihəsi davam etdirilib. Bu layihə çərçivəsində müəssisələrdə əməyin mühafizəsi, norma, standart və qaydalarının tətbiqi, işçilərin bu sahədə təlimatlandırılması, eləcə də risklərin idarə olunması üzrə birgə tədbirlər təşkil olunub. Eyni zamanda nümunəvi müəssisələrdə Vision Zero modelinin tətbiqi istiqamətində də işlər görülür. Layihə çərçivəsində Abşeron Xızı İqtisadi rayonunda, Qarabağda və Naxçıvan Muxtar Respublikasında olmaqla nümunəvi müəssisələrin sayı 3-ə çatdırılıb. Bu müəssisələrdə yaradılmış təhlükəsiz iş şəraiti mütəmadi olaraq təşkil olunan mediatur və infoturlar vasitəsilə yerində nümayiş etdirilir. Görülən bütün bu işlər nəticəsində iş yerlərində təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, risklərin azaldılması və istehsalat qəzalarının qarşısının alınması istiqamətində mühüm irəliləyiş əldə olunub. Bu istiqamətdə 2026-cı il üzrə hədəflərin açıqlanması ilə bağlı keçirilmiş mətbuat konfransında xidmətin rəisi Vəli Quliyev bildirib ki, əsas məqsəd fəaliyyətin daha çox preventiv nəzarət və proaktiv yanaşma əsasında qurulmasıdır. Bu çərçivədə əmək hüquqlarının pozulmasının qarşısının alınması, daxil olan şikayətlərin sayının azaldılması və müraciətlərin operativ, səmərəli həlli prioritet istiqamətlər kimi müəyyən edilib.